Balakən şəhərində mehmanxana satışa çıxarılır. Kupçada da mehmanxana kimi qeyd olunmuşdur. 3 mərtəbəlidir. Padvalı var. Yəni bina möhkəm şəkildə tikilmişdir. Mərtəbə arası beton plitələrdir. 15 metr enliliyində, 30 metrə uzunluğunda bina tikilmiştir. Kupçada mehmanxana kimi qeyd olunmuşdur. Gördüyümüz bu dəmir qapılardan mehmanxananın həyətinə daxil olursunuz. Mehmanxanaya aid torpağı var. Padvalda havalandırma portuşkaları qoyulmuşdur. Rayonun mərkəzində yerləşir. Birinci mərtəbəsində gördüyünüz kimi pilləkənlər qoyulmuşdur. İkisi də obyekt kimi fəaliyyət göstərir. Torpaq sahəsinə yanı qapı qoyulmuşdur, çıxış qapısı qoyulmuşdur. Hal-hazırda mehmanxana iştək haldadır. Qeyd etdiyim mehmanxananın həyətinə daxil olduq. Mehmanxanada otopleniya sistemidir. Əlavə yenə kombi sistemi var. Hamısı iştək haldadır. Qazı, işığı, suyu, internet xətti, kanalizasiyası hamısı iştək haldadır. Qeyd etdiyim kimi gördüyünüz qapıdan həyətinə daxil oluruq. Torpağın və binanın hər ikisində kupçası var. Ehtiyac su çanı qoyulmuşdur. Yerin altında da su övcası var. 20 tonluq. Hər iki tərəfə açıq balkonlar qoyulmuşdur. Əlavə yenə gördüyümüz dəmirdən 20 tonluq ehtiyac su çanıdır. Padvala girişi bu hissədəndir. Padvalı təmirsizdir. Padvalın hündürlüyü təxminən torpaq səviyyəsindən 3 metr hündürdə yerləşir. Yenə beton plitələrdir. Beton plitələrdən tikilmişdir bina. Mətbəxtidir. Gördüyünüz kimi isti soyuq suyu, kanalizasiyası qeyd etdiyim kimi hamısı iştək haldadır. Siqnalizasiya balonlar gördüyünüz gibi hamısı yeri yerindədir. İkinci mərtəbəsi. Bir neçə otağı sizlərə təqdim edirəm. Girəcəkdə hamamdır, ayaq yolusudur. 2 nəfərlik otaqdır. Yenə açıq balkondur. Üzbəüzə Cuma mecididir. Kamera sistemi yerləşdirilibdir. Yenə ikinci bir otağı təqdim edirəm. Yəni bu 3 nəfərlikdir. Hal-hazırda 3-cü mərtəbəyə daxil oluruq. Bu hissədə yeri parketdir.
rayonun mərkəzidir. Qeyd etdiyim kimi. Padvalsız 1350 kvadratdır. 30'un 15'ədir. Hər mərtəbəsi. Təmirlidir. 3-cü mərtəbədə də bir neçə otağı sizlərə təqdim edirəm. Burada hamamın ayaq yolusu genişdir. Deməli, girişin sağ tərəfi hamamın ayaq yolusu, sol tərəfdə gördüyünüz kimi şifaner qoyulmuşdur. Bu otaqda 3 nəfərlikdir. Bu tərəfdə də gördüyünüz kimi qeyd etdim ki, açıq balkondur. Ağaçların ön tərəfində kapital bankdır. Qeyd etdim ki, tam mərkəzdir. Demək olar ki, hər otağına ait kondisionerlər quraşdırılmışdır, işlək haldadır. 5 mərtəbəli binanın yan tərəfində gömrük idarəsidir. Belə bir otağı da sizə təqdim edirəm. Burada da hamamın ayaq yolusu genişdir, tam təmirlidir. Burada da kondisioner mövcuddur. Balaca da olsa televizoru var. Qonaq otağı kimidir. Gördüyünüz bu hissə. Bu hissə də yenə yataq otaqlarıdır. Bu da 2 nəfərli otaqdır. Hal-hazırda mehmanxana işlək haldadır. İnternet xətləri işlək haldadır. 11 sot torpaq sahəsi var. Hamamın ayaq yolusu girişdədir. Bu hissə prixozu 2 otaqlıdır. Qeyd etdiyim kimi atapleniya sistemidir. Qış aylarında işlək halda olur. Hər otağa ait açıq balkonları var. Satışa çıxarılan mehmanxana kubik daşdan tikilmişdir. Mərtəbə araları beton monolitdir. 11 sot torpağı var. Hər mərtəbənin deməli kvadratı 450 kvadratdır. Bu obyektdə 1350 kvadratdır. Padvalsız. Yəni padvalı da elə 450 kvadratdır. Tam kubcalıdır. Mehmanxana kimi kubcada qeyd olunmuşdur. Real alıcılar əlaqə saxlasın. Qiyməti 1.200.000 manata təklif olunur. Real alış şərti ilə yaxınlaşsanız qiymətdə razılaşma olacaqdır.